Quran-ı Kərimdə Allah Müteala Ənbiya surəsində biz müsəlmanlara xitabən bir ayə-i şərifədə buyurur. Əuzu billahi mineşşeytanirracim. İnne hazihil ummetikum ummetun vahidə və ana rabbukum fa'budun. Birinci sizin mənsub olduğunuz ümmət, yəni İslam ümməti, yəni müsəlmanlar vahid bir ümmətdir. Bir ümmətsizsiniz. Buna görə bilin ki, mən sizin Rəbbinizəm və mənə ibadət edin. Allah Müteala bu ayə-i şərifədə işarə edir ki, İslam ümməti hamısı bir vahid ümmətdir. Vahid ümmət olaraq bizim ibadi fərqliliklərimiz ola bilər, əqidə fərqliliklərimiz ola bilər. Lakin İslami dəyərlər baxımından biz vahid bir ümmətik və İslami dəyərlər bütün ümmət tərəfindən qorunmalıdır. Bütün ümmət tərəfindən əziz tutulmalıdır. İslami dəyərlər Qur'andır, İslami dəyərlər dindir, İslami dəyərlər qiblədir, İslami dəyərlər peyğəmbərdir və İslami dəyərlər peyğəmbərin əhl-i beytidir.